Yaxşı, bir dənə yoxlayaq, görək necə alınır. Başlayalım, yaxşı içməyə. Okay. 2023-cü ildə Kanadanın Toronto şəhərində yaranmış Azərbaycan musiqi qrupunun təsisçisi və bədii rəhbəri Əliheydər Mirzəbəyovdur. Hazırda qrup məşqlərini davam etdirir və qarşıdakı hədəfləri, fəaliyyətlərini genişləndirməkdir. Ansamblın bəzi üzvlərini siz də tanıyın. Mənim Azərbaycan, şərəfim, şöhrətim, şanım. Bir neçə ildir bu Kanadada musiqi işlərlə məşğul oluruq. Keçən ildən qrupumuzu fəaliyyətinə başladıq və intensiv olaraq məşqlərimizi davam etdirmişik. İndi qrupumuzu cəmləmişik. Xosrov bəy, Davud bəy, Turan bəy, Nurşin xanım, bir neçə üzvlərimiz burada deyirlər. Bir neçə dəfə konsertlərimiz olub müxtəlif məkanlarda. Üzümüzə gələn konsertlərə məşqlərimiz davam edir ki, onlara hazırlaşırıq. Xalq musiqisi, klassik musiqilər və müxtəlif janrlarda hər janra müraciət edirik. Musiqiçilər Qriqori klarnet ustasıdır, Seyavəş dostumuz qarmon ustasıdır, Səməd bəy saz ifa edir, Əhməd dostumuz var, nağrada ifa edir, Hacı Zeynalımız var, o kamançada ifa edir. Yanım olan gözüm, bir gözü, şirvan gözü, gel değişen Azerbaycan. Gel şəfalıdır, gölgünə səfalıdır. Azərbaycandan uzaq xanımız. Burada yəni bizim musiqimizi inkişaf etdirmək üçün, genişləndirmək üçün və cavanlar burada yetişir, onların musiqimizdən xəbərdar olmaqları üçün davam etdiririk işimizi ki, işimiz daha da irəli getsin. Azərbaycan musiqisi daha da vüsət alsın, yayılsın. Dəydikcə taleyin sər zərbəsi, nur olur ömrünün hər zərrəsi. Kanada kimi uzaq ölkədə Azərbaycan musiqi qrupunun yaradılması çox vacib idi və bizim musiqimizi müxtəlif platformalarda təqdim etmək yaxşı bir fürsət yaradır. Onu deyim ki, qəriblikdə olan bir Azərbaycanlı kimi Azərbaycan musiqisini təqdim etmək, tərənnüm etmək özümə bir borc bilirəm və şərəf duyuram. Sənər kimi diləklərəm, günəş olur, açarca güllərimiz, yaşa-yaşa. Sağ olsun Hacı Əliheydər müəllimi məni bu qrupa dəvət elədi və əslində yəni bura gəldiyimiz zamandan Azərbaycani musiqi qrupunda məşqlərimiz olubdur, konsertlərimiz olubdur, başqa qrupların. Amma bu dəfə Hacı Əliheydər müəllimin yəni təşkili ilə daha da genişli, daha da profesional surətində və daha detallı, gözəl mahnılar hər janrdan. Ey təbibim, daha yox dərdə davamım, neyniyəyim? Ey təbibim, daha yox dərdə davamım, neyniyəyim? O tutub yanmadadır, cismi də canım, neyniyəyim? Evləri var xana xana, evləri var xana xana, mən kül oldum. Mən əvvəldə tamam dünyanın yaxşı insanların, xüsusən Azərbaycanlıları, yəni salamlayıram buradan. Çox söyünürəm ki, elə bir ölkədə yaşayırıq ki, dünyanın hər yerindən o adamların, yəni haralı olarsınız olun yəni, amma ki sizə qəd-qiymət verirlər, sizin kalçınızı, fərhənginizi saxlamağa burada imkan yaradırlar. Mənim qədim dostum Qrişa müəllim də gəldi bura. Biz Qrişa deyirik, amma əsl adı Qriqoridir, hə, Qrişa. Biz 30 il qabaq burada bir 3 nəfəri bir bənd cürlədik. O zamandan yəni xoşbəxtanə yeni adamlar gəldi, təzə adamlar gəldi. Burada belə musiqi
çox zənginləşdi. Bu qrup hər gündən qabaq yəni güclü olsun. Biz eləyə bilirik ki, Azərbaycan culture-ın, fərhəngin burada günbəgün yəni gücləndirək qədimdən yaxçı. LTV təqdim edir. Omni televiziyasının efirində Azərbaycan dilində proqram. Kanadadakı Azərbaycanlıların səsi. Mədəniyyət və incəsənət, elm və təhsil, biznes və uğur hekayələri. Azərbaycan diasporunun həyatı ekranda. Asan yemək, söhbət zamanı, İngilis dilini öyrənirik rubrikaları, icma tədbirlərindən reportajlar. Azərbaycan mədəniyyəti Kanadada. Birlik, inkişaf, ilham, Azərbaycanı yaşadan ekran. Vətən üçün yaşayıram, şəhadətlər, şövqlər varam. Beləliklə bugünkü proqramımızın sonuna gəldik. Ümid edirik ki, maraqlı və faydalı oldu. Verilişlərimizi sosial şəbəkələrdə bəyənməyi və paylaşmağı unutmayın. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Növbəti verilişlərdə görüşənədək. Sağ olun, salamat qalın.